Herkese salam. Bugün son illərin blok imtahan sualları əsasında qrammatikanın təkrarının ikinci videosunu çəkirəm. Başlayaq 6-cı sualdan. Verilmiş nümunəyə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Müharibə igidi sınağa çəkər, qəzəbdə müdriki. Deməli, doğrudur qisminə baxaq. Həmcins üzvlü cümlədir. Gəlin cümləni təhlil edək. Müharibə igidi sınağa çəkər. Nə edər? Çəkər. Nə müharibə? Nəyə çəkər? Sınağa çəkər olsun tamamlıq. Kimi igidi olsun, bu da tamamlıq. Deməli, qəzəbdə müdriki. Yəni qəzəb də müdriki çəkər. Nə edər? Çəkər. Nə? Qəzəb. Görürsünüz ki, bu cümlə artıq həmcins üzvlü cümlə olmadı. Çünki burada iki dənə ayrı-ayrı xəbərimiz və iki dənə ayrı-ayrı mübtədamız var. Ondan da başqa, yəni bu cümlədə yəni həmcinslik yaradan digər cümlə üzvləri də yoxdur. Bəli, iki dənə tamamlıq var bu hissədə. İgidi, sınaq, ancaq bunlar həmcinslik yaratmayıb. Deməli, biri artıq götürməyəcəm, bir yanlışdır. Bir yanlışdırsa, deməli, biz cavablardan B-ni və Y-ni çıxacağıq. İkinciyə baxaq. Sintaktik əlaqənin hər iki növü var. Deməli, əksər şagirdlər sintaktik əlaqənin iki növü var deyəndə ancaq uzlaşma, yanaşma, idarəni düşünürlər. Halbuki idarə və yanaşma ümumiyyətlə imtahanlara düşmür, sadəcə uzlaşma düşür. Və sintaktik əlaqənin hər iki növü var dedikdə, yəni biz burada həm tabelilik əlaqəsindən danışacağıq, həm tabisizlik əlaqəsindən danışacağıq. Yəni, tabelilik əlaqəsi hansıdır? Uzlaşma, yanaşma, idarə üçündən hər hansı biri olur və əsasən də uzlaşmadan biz danışacağıq burada. Deməli, uzlaşma var burada. Çünki uzlaşma mübtəda və xəbərin arasında olur. Bir də ismi birləşmələrin, yəni ikinci və üçüncü növ ismi birləşmələr arasında olur. Deməli, burada uzlaşmamız var. Sintaktik əlaqənin ikinci növü isə, yəni digər növü isə tabisizlik əlaqəsidir. Tabisizlik əlaqəsi də ki, həmcins üzvlərin və tabisiz mürəkkəb cümlənin arasında olur. Bu cümlədə həmcins üzvü yoxdur, ancaq cümləmizin özü tabisiz mürəkkəb cümlədir. Çünki iki dənə ayrı-ayrı bərabər hüquqlu cümlənin birləşməsidir bu. Yəni, müharibə igidi sınağa çəkir, bu ayrı cümlə. Qəzəb də müdriki sınağa çəkir. Yəni, görürsünüz ki, bunlar ayrı-ayrı iki cümlədir. Yəni, bir-birinə asılılıqları yoxdur. Yəni, bu tabisiz mürəkkəb cümlədir. Deməli, həm tabisizlik əlaqəsi var burada, həm də tabellik əlaqəsi var. Ona görə də 2 doğrudur. Artıq biz 2-ni götürəcəyik. Bu cəhətdən C və D-ni də çıxıram, cavabım elə çıxır A variantı. Biz davam edək. Cümlə üzvlərinin hamısı bir-biri ilə qrammatik əlaqəyə girmişdir. Yəni, bu nə deməkdir? Yəni, cümlə üzvü, nə qədər cümlə üzvü varsa, görək hamısı bir-birinə əlaqəyə girirmi? Mən baxıram ki, bu yəni fikir ümumiyyətlə yanlış fikirdir. Çünki burada ən primitiv müharibə mübtədası ilə igidi tamamlığı bir-birinə əlaqəyə girirmi məsələn? Mübtəda igidi. Görürsünüz ki, daha doğrusu müharibə igidi. Görürsünüz ki, burada əlaqə yoxdur. Ona görə də 3 yanlışdır. İndi yanlış hissəsinə baxacağıq. Tünd qara hərflərlə verilmiş sözə əsasən cümlədə ixtisarın olduğunu müəyyən etmək olar. Deməli, mən bayaq bunu qeyd etdim. Burada ixtisar var. Yəni, müharibə igidi sınağa çəkər, qəzəb də müdriki sınağa çəkər. Görürsünüz ki, burada sınağa çəkər sözləri ixtisar olunub. Ancaq mən bu ixtisarı, yəni igidi sözünə görə etmədim axı. Mən bunu sınağa çəkər hissəsinə görə müəyyənləşdirdim. Ona görə də, yəni, 4 yəni, yanlışdır. Yanlışın altında yazılıb, düz yazılıb. Deməli, 2, 4 götürəcəyik. 5-ə baxaq. 2 qrammatik əsası var, yəni 2 mübtəda xəbər var. Bəli, bu doğru fikirdir, ancaq doğrunun altında yazılmalıydı. Ona görə də yanlışdır. Cavabımız olacaq A variantı. 7-ci sual. Ara söz işlənmiş mürəkkəb cümləni müəyyən edin. Görürsünüz ki, burada 2 dənə şey bizdən soruşur və biz burada asan olan hissəsinə baxıb, yəni ara söz axtaraq birinci. Beləliklə bu yazıların geniş kataloqu, bəli, burada beləliklə var. Deməli, A-nı saxlayıram. Yaxşı deyirlər, ağıllı insanlar xalqın ən böyük sərvətidir. Bu cümlədə ümumiyyətlə ara söz yoxdur. Deməli, B olmayacaq. Doğrudan da bəli, burada var. Ağıldan məhrum xəyal çox vaxt eybəcərlik yaradır, amma ağılla xəyal birləşmə, bəli, burada yoxdur. Ara söz yoxdur. Y-yə baxaq. Gərək elə yaşayasan ki, səni həmişə xatırlasınlar. Deməli, burada da görürsünüz ki, deməli, ara söz yoxdur. Artıq mən ara sözü tapmaqla görürsünüz ki, 3 dənə variantımı çıxartdım. Yəni, cavabımız ya A olacaq, ya C olacaq. İndi biz mürəkkəb cümlə hissəsinə baxaq. Mürəkkəb cümlədə 2 cür olur. Tabisiz mürəkkəb cümlə ya da tabeli mürəkkəb cümlə. A variantından baxaq. Beləliklə bu yazıların geniş kataloqu nəşr olunacaq. Nə ediləcək? Nəşr olunacaq. Nə? Yazıların geniş kataloqu. Mübtəda xəbərimiz ayrı-ayrı var. İndi ikinci tərəfə baxaq. Elm adamlarının işi yüngülləşəcək. Nə edəcək? Yüngülləşəcək. Nə? Elm adamlarının işi. Görürsünüz ki, yəni 2 dənə ayrı-ayrı cümləm var, 2 dənə ayrı-ayrı mübtəda xəbərim var. Bəli, asıllıq da yoxdur bu cümlələrdə. Deməli, artıq variantımız olacaq A variantı, yəni bu olacaq tabisiz mürəkkəb cümlə. Yəni bərabər hüquqlu olan cümlələrdən ibarətdir. C-yə də baxsam, doğrudan da həyat ona çox şey vermiş, çox şey də almışdı. Cümləni təhlil etsək, nə etmiş?
çox şey vermiş. Nə həyat, nə etmiş, çox şey də almışdı, nə yeni həyat. Görürsünüz ki, burada 2 dənə xəbərim var. Çox şey vermiş, çox şey almış, amma ikisi də bir mübtədəyə aiddir. Yəni həyat mübtədasına aiddir. Burada artıq görürəm ki, mən 2 dənə xəbərim bir mübtədəyə aiddir. Deməli bu olacaq həmcins xəbərli sadə cümlə. Yəni ona görə C də olmayacaq. Cavabımız olacaq A variantı. 8. Hansı cümlədə bir sözün tərəvüzündə 3, iki sözün tərəvüzündə bir fərqli məqam var? Find bölməsinə aid olan bu sualı görürsünüz ki, biraz çaşdırıcı sualdır. Ona görə ki, yəni burada bir neçə şey tələb edir. Yəni bir sözdə 3, iki sözdə 1. Yəni siz belə olanda özünüzü çaşdırmayın. Siz burada görürsünüz ki, burada vergül qoyulub da. Yəni vergülə qədər olan hissəyə bir bölün, bir baxın. Yəni bir sözün tərəvüzündə 3. Deməli biz burada saymaqdan əlavə, yəni neçə dənə sözdə fərqlənmə var saymaqdan əlavə, biz fərqli məqamlar olan sözlərə baxmalıyıq. Yəni biz burada axtaracağıq bir 3 fərqli məqamı olan söz, birdən bir fərqli məqam olan söz. Daha sonra biz sayarıq ki, bu burada neçə dənə sözdə belədir. Gəlin başlayaq da variantından. Deməli biz bir daha qeyd edirəm. 3 fərqli məqamı axtaracağıq, bir də bir fərqli məqam olan sözləri axtaracağıq və salam. Hələ sonra sayacağıq bunu. Deməli A variantında atası sözünə fərqlənmə yoxdur. Səmimiyyətlə sözünə baxaq. Səmimiyyətlə. Deməli burada y-nın biri düşəcək. Səmimiyyətlə hissəsi olacaq. Səmimiyyətlə. Yəni l n-yə keçəcək, bir dənə də əlavə n gələcək. Deməli burada artıq mən 3 dənə fərqli məqamımı tapdım. Məndən də elə onu istəyir ki, 3 fərqli məqam olsun. Hələ ki mən saymıram. Uşağın sözündə fərqlənmə yoxdur. İşıqlı sözündə fərqlənmə var, bir dənədir. Mavi sözündə fərqlənmə yoxdur. Gözlərinə, bəli, bir dənə olacaq burada da. Baxtıda da fərqlənmə yoxdur. İndi baxıram ki, məndən variantlarda nə istəmişdi o? 3 fərqli məqam istəyir, bir də bir fərqli məqam istəyir. Mən 3 fərqli məqamımı tapdım səmimiyyətlə sözündə. Bir fərqli məqamlarını da tapdım işıqlı sözündə və gözlərinə sözündə. İndi baxaq, bu nə deyirdi bizə? Deyirdi ki, bir sözdə 3 dənə fərqli məqam olsun. Bu doğrudan da belədir. Səmimiyyətlə sözündə, sadəcə bu cümlədə səmimiyyətlə sözündə 3 fərqli məqam var. Yəni bir dənə sözdə 3 fərqli məqam var. 2 dənə sözdə də, yəni işıqlı və gözlərinə sözündə də hərəsində bir fərqli məqam var. Deməli elə mənim cavabım olacaq burada A variantı. Digər variantlara baxsaq, atası sınıq bir bellə yeri qazmağa başladı. Deməli atası sözündə fərqlənmə yoxdur. Bunu çıxıram. Sınıq sözündə var bir dənə. Bir heç, bellə. Bellə necə tələffüz olunacaq? Belnən kimi. Yəni burada artıq l, n-yə keçəcək, bir dənə də əlavə n gələcək. Yəni burada artıq olacaq 2 dənə fərqli məqam. Yeri qazmağa başladı. Başladı da bir dənə fərqli məqam var. Deməli, bu ümumiyyətlə alınmayacaq. Çünki məndən 3 dənə fərqli məqam olan bir söz də lazım idi. Ona görə B deyil. C-yə baxaq. Əsgərləri deməli, əsgərləri bir dənə fərqli məqam var burada. Dəstək, deməli, t-yə keçir, dəstək k-yə keçir, dəstəkləməkdən. Artıq burada 3 dənə fərqli məqamımız var bizim. Bir daha qeyd edirəm. Dəstək, deməli, t-yə keçir, k-yə keçir, ləmək, k-də i-yə keçir. Yəni 3 dənə fərqli məqam var. Ötürü heç, hər kəs heç, səfərbər oldu. Görürsünüz ki, bu cümlədə sadəcə olaraq 2 dənə sözdə fərqlənmə oldu. Amma o mənə variantda deyirdi ki, bir dənə sözdə 3 dənə olsun, 2 dənə sözdə bir dənə fərqli məqam olsun. Yəni ona görə də bu da deyil. D-yə baxaq. Qocalıq nişanəsi, bəli, qocalıq sözündə bir dənə fərqli məqam var. Nişanəsi sözündə yoxdur, üzünün sözündə yoxdur, qırışından bir dənədir. Uzun ağ saqqalından göründü. Deməli uzunda yoxdur, ağda yoxdur, saqqalından sözündə 2 dənə olacaq. Sak, deməli q-nın biri k olacaq, d-da n-yə keçəcək. Yəni burada 2 dənə fərqli məqam var. Görünürdə də yoxdur. Yəni bu da alınmır. Çünki məndə 3 dənə fərqli məqam olmalıdır ən azından. Y-yə baxaq. Mavi boşluqlarda, bəli, boşluqlarda. Deməli burada da olacaq 2 dənə fərqli məqam. L d-yə keçəcək, q-da x-yə keçəcək. Deməli 2 dənə burdadır. Dumanın sözündə yoxdur, içində yoxdur, quşun yoxdur, qanat çalması, bəli, qanatda var t. Çalmasından bir dənə həzz alırdı. Burada da yəni ümumiyyətlə fərqli məqam yoxdur. Deməli görürsünüz ki, yəni bu şəkildə tapa bilərsiniz. Yəni rahat olsun deyə də variant ilə A variantında qoyublar. 9. Hansı cümlələrdə həm tabelilik, həm də tabesizlik bağlacısı işlənib? Deməli, siz bunlarda fikir verməlisiniz ki, hansılar hansındadır və bunlarda imtahanda görürsünüz ki, düşüb. Tabelilik bağlacıları 4 dənədir. Aydınlaşdırma, səbəb, şərt və güzəşt. Tabelilik bağlacılarını siz onsuz da bilməlisiniz. Çünki tabeli mürəkkəb cümlədə, yəni biz onun sayəsində tapırıq. Tabesizlik bağlacıları da bizə həmcins üzvlərdə və tabesiz mürəkkəb cümlələrdə işlənir. Ona görə də biz onu da bilməliyik mütləq. Tabesizlik bağlacıları da 6 dənədir. Birləşdirmə, bölüşdürmə, qarşılaşdırma, iştirak, inkar və aydınlaşdırma.
İndi baxaq görək burada hansı cümlələrdə hər ikisi işlənib. Görürsünüz ki, açıq sual şəklində düşüb bu sual deməli imtahana. İndi ki bizimlə əl-ələ vermisən. Deməli indi ki var burada. Deməli şərt bağlayıcısı, yəni tabelilik bağlayıcısıdır. Gərək bizə ürəkdən kömək edəsən. Mən baxıram ki, burada ümumiyyətlə başqa bir kömək hissəsi yoxdur. Daha doğrusu başqa bir bağlayıcı yoxdur. Gərək var, gərək də burada yəni ədatdır. Deməli biri götürməyəcəm. Doğru olar ki, bəli, ki var artıq burada. Ki olacaq tabelilik bağlayıcısı. Qardaşınla dostunu bu işə cəlb edəsən. Qardaşınla, yəni qardaşın və dostunu. Bu olacaq artıq birləşdirmə bağlayıcısı, yəni tabesizlik bağlayıcısı. Deməli 2-ni götürəcəm. 3-ə baxaq. Kərim yaylağa çatmışdı ki, bəli, ki var yəni burada artıq tabellik bağlayıcısı, amma başqa bir bağlayıcı yoxdur burada. Ona görə 3-ü götürmürəm. 4-ə baxaq. Hərçənd tez getməliyəm. Bəli, hərçənd var. Güzəşt bağlayıcısı, tabelilik bağlayıcısı. Amma sənə baş çəkərəm, amma da olacaq artıq qarşılaşdırma bağlayıcısı. Deməli, tabesizlikdir bu. Artıq 2, 4. 5-ə baxaq. Kəndlərin bağ-bağatı zəngindir. Belə ki, bəli, tabelilik bağlayıcısı. Ətrafda bol məhsuldan başqa heç nə görünmür. Bəli, burada artıq görürəm ki, başqa bir şey yoxdur. Sadəcə olaraq bir dənə bağlayıcı var. Ona görə cavabımız olacaq burada 2 və 4. 10-cu sual. Cümlələrə əsasən doğru fikirləri müəyyən edin. Deməli, bu sual bir balaca deməli çətin sualdır. Həm çətinliyi ondan ibarətdir ki, həm açıq sual şəklindədir, həm də bir çox şeyə soruşduğuna görə çətindir. Ancaq yenə deyirəm, yəni istəsəz hər şey yaza bilərsiniz. Yəni normal, qrammatika normal bilən bir abituriyent, yəni bu sualın öhdəsindən gələ bilər. Sadəcə olaraq hissə-hissə baxmaq lazımdır, yəni variantları tək-tək analiz etmək lazımdır. Biraz vaxt aparandır sadəcə. Deməli, bizə 2 dənə cümlə verilib burada və bu cümlələrlə bağlı doğru fikirləri seçəcəyik biz. Deyir ki, birincidə cümlələrdən yalnız birində həm təsriflənən, həm də təsriflənməyən feillər işlənib. Yəni cümlələrin yalnız birində işlənib deyir. İndi baxaq ki, bu düzdür ya səhvdir. Təsriflənən feillər dedikdə feilin şəkilləri nəzərdə tutulur. Təsriflənməyənlər isə məsdər, feil, sifət, feili bağlama. Gəlin baxaq. Adamlar yaxalarını bərk-bərk bağlayaraq, deməli burada mən bir dənə feili bağlama görürəm. Təsriflənməyən feil. Boyunluqlarını yuxarı çəkdilər. Bir dənə də burada çəkdilər görürəm. Yəni bu da olacaq artıq feilin xəbər şəkli, yəni təsriflənən feil. Deməli bu cümlədə həm təsriflənən var, həm təsriflənməyən var. Amma mən ikinci cümləyə də baxım görüm ki, burada var ya yox. Açıq hava dərisini bir qədər yandırdığından, bəli, yandırdığından, görürsünüz ki, burada bir feili sifət var, təsriflənməyən feil var. Yanaqlarında təbii bir qırmızılıq görünürdü. Bir dənə də burada feilin xəbər şəkli var. Yəni indiki zamanda işlənmiş bir feil var. Yəni həm təsriflənən feil var, həm təsriflənməyən feil var. Deməli bir yanlışdır. Yəni buradan yalnız birində deyil, cümlələrin hər ikisində həm təsriflənən feil var, həm təsriflənməyən feil var. Ona görə bir yanlışdır. 2-yə baxaq. Birinci cümlədəki düzəltmə sözlərin kökü isimdir. Gəlin birinci cümlədəki düzəltmə sözlərimizi seçək. Adamlar yox, yaxalarını yox, sadə sözdür, bərk-bərk mürəkkəbdir. Bağlayaraq var burada. Bağlamaq sözünün kökü bağdır. Bağ da isimdir. Bəli, bunu götürürük. Boyunluqlarını, bəli, bu da düzəltmədir. Burada da sözün kökü boyundur, bu da isimdir. Yuxarı çəkdilər, burada düzəltmə isim yoxdur. Daha doğrusu düzəltmə söz yoxdur. Deməli, birincidə düz deyir. Yəni ki, düzəltmə sözlərin kökü isimdir. Deməli, mən 2-ni götürəcəm. 3-ə baxaq. Hər iki cümlədə məlum növdə işlənmiş bütün feillər quruluşça düzəltmədir. Siz belə sualda, yəni yenə deyirəm, görürsünüz ki, bir neçə şeyi birdən soruşur. Siz birini tapın əvvəlcə, yəni hissələrə bölün. Hər iki cümlədə məlum növ, əvvəlcə məlum növü bir axtaraq. Birinci cümlədə baxaq. Adamlar yaxalarını bərk-bərk bağlayaraq. Bəli, bağlayaraq elə məlum növdür. Çünki burada heç bir növ şəkilçisi yoxdur. Bir də boyunluqlarını yuxarı çəkdilər. Hər iki feil məlum növdür. İndi baxaq görək bunlar düzəltmədirmi? Xeyr. Bağlayaraq düzəltmədir. Bağ, sözün kökü la, leksik. Ancaq çəkdilər sadə sözdür. Deməli, artıq 3 səhvdir burada. Çünki heç ikinci cümləyə düşməmiş, yəni birinci cümlədən biz artıq bunu tapa bildik ki, bu yanlış fikirdir. Çünki məlum növdə işlənmiş bütün feillər quruluşça düzəltmə deyil burada. Biri sadədir. Ona görə 3 də yanlışdır. 4-ə baxaq. Hər iki cümlədə feili birləşmə ilə ifadə olunmuş zərflik var. Feili birləşmə nədir? Yəni məsdər tərkibi, feili sifət tərkibi ya da feili bağlama tərkibi. İndi biz baxaq görək burada zərflik varmı? Varsa nə ilə ifadə olunub? Adamlar yaxalarını bərk-bərk bağlayaraq boyunluqlarını yuxarı çəkdilər. Nə etdilər? Çəkdilər. Kim? Adamlar. Nə yuxarı çəkdilər? Boyunluqlarını. Necə çəkdilər? Yaxalarını bərk-bərk bağlayaraq. Görürsünüz ki, burada tərzi hərəkət zərfliyi var və nə ilə ifadə olunub? Feili bağlama tərkibi ilə. Yəni feili birləşmə ilə. Bu düzdür. İndi ikinci cümləyə də baxaq ki, burada da varmı? Açıq hava dərisini bir qədər yandırdığından yanaqlarında təbii bir qırmızılıq görünürdü. Nə edirdi? Görünürdü xəbər. Nə görünürdü? Qırmızılıq.
Nə üçün görünürdü bu, yəni bu qırmızılıq? Yəni açıq hava dərisini bir qədər yandırdığından. Görürsüz ki, burada fe'li sifət tərkibi var. Yandırdığı. Yəni və bu da nə hansı cümlə üzvüdür? Səbəb zərfliyi. Yəni açıq hava dərisini bir qədər yandırdığı üçün. Yəni düz deyir. Hər iki cümlədə fe'li birləşməyin ifadə olunmuş zərflik var. 2-ni götürdüm, 4-ü götürdüm. İndi 5-ə baxaq. İkinci cümlədə düzəltmə sifətin kökü və başlanğıc forması fərqli intiqsiyasına aiddir. Yenə də hissələrə bölək bunu. İkinci cümlədə bir düzəltmə sifət olmalıdır. İkinci cümlədə düzəltmə sifətimiz hansıdır bizim? Açıq sözü var elə burada. Açıq hava dərisini bir qədər yandırdığından yanaqlarında təbii bir qırmızılıq görünürdü. Bəli, qırmızılıq sifət deyil, isimdir. Deməli, burada bizim düzəltmə sifətimiz var. Açıq. İndi baxaq görək nə deyir burada. Deyir sifətin kökü. Kökü nədir bu sözün? Açıq. Açıq sözün kökü olacaq aç. Açmaq feili. Deyir ki, sifətin kökü ilə başlanğıc olması fərqli intiqsiyasına aiddir. Bəli, düz deyir. Yəni başlanğıc olması açıqdır. Yəni onsuz da düzəltmə sifət deyirsə bu bizə, deməli bunun başlanğıc olması sifət olacaq. Kökü də feildir. Bəli, artıq 5 də doğrudur. 2, 4, 5. 6-ya baxaq. İkinci cümlədə qayıdış növdə olan feil keçmiş zamandadır. İkinci cümlədə bizim deməli feilimiz hansıdır? Yəni 2 dənə feilimiz var burada bizim. Bir yandırdığından, bir də görünürdü. Qayıdış növdə olan burada görünürdü sözüdür. Görünür sözü yadda saxlayın ki, həmişə qayıdış növü olacaq. Və görə keçmiş zamandadırmı? Xeyr, görünür idi. Yəni bu indiki zamanda olan feildir. Yəni altda yanlışdır. Cavabımız olacaq 2, 4, 5. Görürsünüz ki, yəni hissə-hissə addım-addım getdikdə əslində yəni tapmaq rahatdır. Sadəcə olaraq yəni suala düzgün arıcılıqla baxmaq lazımdır. Görürsünüz ki, bir neçə sualı birdən soruşursa sizdən, onu hissələrə bölün. Sizə hansı daha rahat gəlirsə, o hissədən başlayın ki, ən azından variantları da daha şəkildə çıxarda biləsiniz. Bu videoluq bu qədər. Videomu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Videonu əgər bəyəndisə, dostlarınızla paylaşmağı, bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun.